Aha. Keçən dərs bədii mətn işlədik. Bu dərs isə qeyri-bədii, yəni informativ mətn. Adı Thomas Edison. Biz demişdik ki, yəni hər bir mətnin adı olur. Yəni başlıq. Həmçinin deyir ki, o adda ola bilər ki, mətnin ideyasında gizlənir və yaxud mətnin əsas məqama aid hər hansısa bir işarə var. Yəni burada görürük ki, şəxs adıdır. Aha, demək bu hansı Thomas Edison. Demək bu şəxs haqqında danışılacaq. Yəni informativ mətnlərdə deyilir ki, informasiya bolluğu olur. Yəni faktlar çox olur. Yəni bunları işləyəndə diqqətli oluruq. Dediyimiz kimi, yəni faktların altına xətt çəkirik ki, rahat olsun bizdə işləyəndə faktları bir də qaydanda rahat bilək ki, hansı faktlar var. İndi baxaq, deməli. 1847-1931-ci illərdə ABŞ-da yaşamış Thomas Alva Edison dünya şöhrətli Amerikalı ixtiraçı və tanınmış sahibkar olmuşdur. Bir də uşaqlar yazıda keçən dəfə dedim sizə işləmə qaydalarından da baxdıq. Məsələn, dedik ki, suallar ümumən iki cür olur. Yəni bir mətnin məzmunu ilə əlaqəli suallar. Yəni ki, hansı ki biz o məzmunu oxumasaq bilmirik də burada nədən danışılır. Bir də deyir ki, məzmunla əlaqəli olmayan suallar var. Keçən dərs işlədik yadınızdadır. Yəni baxırıq ki, yəni məzmuna aid deyil də, o sualları rahatlıqla belə işləyə bilirik. Yəni baxmadan da. İndi burada da bax fikir versin üstünə rəqəm yazılıb. Deməli buna aid sual olacaq. Tanınmış, həmçinin ixtiraçı sözü. Aha. ABŞ-da onun adına 1098, xaricdə isə 3000 patent mövcuddur. Bax bunlar hamısı fakt uşaqlar. Yəni ABŞ-da 1098, xaricdə isə 3000 patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. Bax, bu da diqqətli olur. Deməli, teleqraf, telefon, bir də kino aparatını. Təkmilləşdirmək nə demək uşaqlar? Tamam müəllim. Salam, salam. Yəni, İnkişaf etdirmək. bəli, bəli. Yəni, əvvəl, bax, burada uşaqlar kamil sözündən, bax, fikir verin, ki, mılı. Demişdim sizə, ərəb sözlərində fleksiya olur. Fleksiya. Yəni samitlər qalır, saitlər dəyişir və yeni söz əmələ gəlir. Və burada da çımılı kamil sözündən, yəni kamilləşdirmək, daha dolğun vəziyyətə gətirmək, yaxşı vəziyyətə gətirmək, inkişaf etdirmək. Yəni təkmil olur. Yəni əvvəl bu mövcud olub, ondan sonra bunu yeniləyiblər, yəni daha müasir vəziyyətə gətiriblər. Aha. Deməli, bizə dəqiq uşaqlar, siz mətnə baxın. Aha. Dedik təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. Aha. Həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Bax, burada görürsün nə qədər faktlar oldu. Bax, bunların hamısını yadda saxlamalıyıq. Amma dediyim kimi inşallah, bunu son dərəcə diqqətlə oxuyuruq ki, suallarda bizi çaşdırmasınlar. Məsələn, bax, teleqrafdır, telefondur, kino aparat, bunları təkmilləşdirir. Yəni, bundan qabaq mövcud olub da bunlar. Bu daha da yaxşı vəziyyətə gətirib, belə deyək. İnkişaf elətdirib onu. Yəni, bax, telefonlarda görsə necə olur? Məsələn, görsə proqramda yenilənmə olur. Bax, o təkmilləşir də, artıq yeni funksiyalar gəlir. Məsələn, telefon da elə olur. Əvvəl bu formada olmuyor. Məsələn, dövr keçdikcə dəyişir. Hər dəfə təkmilləşir, yeni funksiyalar əlavə edirlər. Bax, bu formada. Həmçinin digərini isə, məsələn, kino aparatını təkmilləşdirir, amma elektrik lampasını isə sənaye üsulundan istehsalını təşkil edir. Həmçində ondan sonra
elektrovoz istehsalına başlayıb. Bax, fikir verirsən, elektrovoz bunun istehsalına başlayıb. Bir də fonoqrafı kəşf eləyib. Bax, bunlar hamısı ayrı-ayrı faktlardır uşaqlar. Birdən bizdə sualda, məsələn, çaşdırarlar ki, teleqrafı kəşf eləyib, telefonu kəşf eləyib. Amma o kəşf eləməyib, bax, o təkmilləşdirib. Deyir, nəyi kəşf eləyib? Fonoqraf. Aha. Fono yəqin ki, bizdə səsdir. Fonetikada biz bunu keçmişik. Fono səsdir, qraf da yazmaqdır. Məsələn, stenoqrafiya, fonoqrafiya, yəni termin. Aha. Bax, bir daha bu abzasda olan faktlara siz özünüz nəzər yetirin. İndi bir sizdən soruşacağım. Görün hansı var, özünüzdə qeyd eləyin olaraq. Bir dəqiqə. Ha, uşaqlar, hansı faktlar tapıb çıxartdınız? Əslində demək olar çoxsu mən dedim. İndi bir dənə siz özünüz də baxın, görün nə faktlar var orada başqa. Bax, ümumiyyətlə dediyi fakt nədir? Yəni illər fakt ola bilər. Sonra Müəllimə, Thomas Edison karyerasına yeniyetməlik dövründə başlayıb. aha, düzdür. Aha, bəli. Ümumiyyətlə fakt dedik ki, fakt o şeydir ki, yəni məsələn, tarix fakt olur, şəxs adı fakt olur, yer adı fakt olur. Yəni biz fakt genomu çıxarda bilirik mətndən. Aha, bax burada görürsünüz tarixlər var. Ölkə adı məsələn fakt olur. Ölkə adı fakt olur. Həmçinin dedik şəxs adı. Aha. Həmçinin bax burada dediklərimiz. Məsələn rəqəmlər 1098 ABŞ-da yer adı. Nə qədər xaricdə 3000 patent mövcuddur. Hə, nələri təkmilləşdirib, nələrin sənaye üsulunun istehsalına başlayıb. Həmçinin nəyi kəşf eləyib? Fonoqraf. Bəli. Bax, bunlar hamısı faktlar. Yəni, bax, bunları diqqətlə yadda saxlayırıq. Sonra davam edirik. Aha, bircə dəqiqə. Deməli, bu qələmi götürün. Thomas Edison karyerasına yeniyetməlik dövründə qatarlarda konfet, qəzet, tərəvəz satmaqla başlayıb. Bax, fikir verirsiniz uşaqlar. Amma sonra böyük bir alim olub, ixtiraçı olub. Yəni, ona görə, yəni, belə deyək də, hər kəs əvvəl ixtirasların, yəni o tanınmış insanların həyatına baxanda görür ki, onlar da çətin bir dövrdən keçiblər. Məsələn, heç vaxt o vaxt heç kəmin ağlına gəlməz ki, bunlar belə bir insan olacaq. Ona görə siz də həmçinin, ola bilər sizin də aranızdan gələcəyin ixtirasları, tanınmış insanlara çıxa bilər. Ona görə heç vaxt özünüzdə inamsızlıq olmasın. Hər zaman özünüzə inanın. Yəni ki, özünüzdə bir motivasiya olsun, bir qarşınıza məqsəd qoyun, amma o məqsəd üçün də çalışın. O məqsədə çatmaq üçün. Aha. Qazancının çoxu təcrübələr üçün avadanlıq almağa gedir. Amma fikir verir uşaqlar. Ağıllı insan olur. Deməli, konfet, qəzet, tərəvəz satır. Amma o qazandığı pulda da aparıb nəyəsə boş-boş şeyləri xərcləmir də. Fikir verirsiniz, təcrübələr aparır. Məsələn, elmi təcrübələr ki, nəyəsə. Məsələn, birinci bilirsiniz də primitiv başlayır ümumiyyətlə. Sonra getdikcə təkmilləşir.
Deməli, qazancın çoxunu təcrübələr üçün avadanlıq almağa gedir. 13 yaşı olanda, fikir verirsiniz, bax, 13 yaşı. Aha, bu da fakt. Təsadüfən Port Huronda 3 yaşlı Jimmy qatar vurmasından xilas edir. Aha, bizə də bunu qəbul edeyim. Aha. Deməli 13 yaşı olanda təsadüfən Port Huronda 3 yaşlı Jimmy qatar vurmasından xilas edir. Jim'in atası Mackenzie Edisona teleqraf operatorluğunu öyrədir. Operator bizdə nədir uşaqlar? Bu sözü eşitmişsiniz ümumiyyətlə? Operator. Bax, belə sizə yaddasın. Ümumiyyətlə, məsələn, kompüterdə, müəyyən şirkətlərdə kompüterdə işləyirlər. Onlara deyirlər operator. Sonra, bax, yanacaq doldurma məntəqəsində görürsünüz, orada işçilər var. Onlara da operator deyirlər, məsələn. Bu sözdən istifadə olunur. Həmçinin də Jim'in atası Mackenzie Edisona teleqraf operatoru. Yəni, telefon, belə deyək də, bu dövrdə texnologiya çox inkişaf edib də. WhatsApp var, məsələn, digər sosial şəbəkələr var. Bunlardan daha çox istifadə olunur. Amma əvvəl bir telefon var idi uşaqlar, bir də teleqraf var idi. Elə teleqraf aparatda telefon kimi idi. Sadəcə ora yazılı mətn gəlirdi. Məsələn, mətni göndərirdin, oradan özü pesat verib çıxardırdı. Məsələn, orada işləyən şəxs də olurdu telefon teleqraf operatoru. Aha, teleqraf operatorluğunu öyrədir. Bundan sonra onun həyatının yeni mərhələsi başlayır. Aha, bax bu abzasda da nələri öyrəndi? Öyrəndi ki, Thomas Edison karyerasına yeniyetməlik dövründə başlayır. Konfet qəzet satmaqla və ondan sonra qazandığı pulları təcrübələrə sərf edir. Ondan sonra təsadüfən 13 yaşı olanda bir nəfəri Port Huronda 3 yaşlı şəxsi qatar vurmasından xilas edir. Görürsünüz, yaxşılıq edir. Və ümumiyyətlə həyat da belədir uşaqlar. Kim bir yaxşılıq eləsə, mütləq Allah Taala onun qarşılığını ona verir. Mütləq də uşaqlar bu. Yəni mütləqdir ki, Allah Taala ona verir qarşılığını. Yəni heç vaxt əvəzsiz qalmır. Hətta birinə bir yaxşılıq eləsən, məsələn, sənə 10 qatını verir. Və yaxud dilədiyinə 700 qat verir, istədiyinə də Allah Taala artırır. Necə Allah Taala Quran-Kərimdə misal çəkir ki, sanki bir buğdanı əkmisən yerə, ondan 7 sümbül çıxır. Hər sümbüldə də 100 dən var da, belə deyək. Yəni yaxşılıq belədir. Yəni mütləq kiməsə yaxşılıq edirsən, onun qarşılığını Allah Taala sənə verir. Və ona görə siz də hər zaman yaxşılıq edin. Amma yəni təşəkkür gözləmədən də Allah rızası üçün edin. Aha. Deməli, bir nəfəri Jimmy qatar vurmaqdan xilas eləyir və onun atası da həmin o uşağı hansı ki xilas eləmişdi. Bax, fikir ver, bunların adlarına diqqət edin. O xilas elədiyi uşağın adı Jimmy idi. Jimmy'nin atası da Mackenzie idi. O da Edisona teleqraf operatorluğunu öyrədir. Bax, o da yaxşılıq edib, öyrədir. Sənət öyrətməli. Ümumiyyətlə, bilirsiniz də uşaqlar, məsələn, pulu xərcləyirsən, azalır. Amma elm elə şeydir ki, tutaq mənə də öyrədiblər, mənim də müəllimlərim olub, mən də öyrənmişəm. İndi mən sizə öyrədirəm. İndi siz də gör neçə nəfərsiniz, siz də başqa-başqa gələcəkdə insanlara öyrədəsiniz, görürsünüz, getdikcə artır. Ona görə deyirlər ki, elm paylaşdıqca artır. Yəni, ona görə elmi də gərək paylaşasan mütləq. Aha. Və ondan sonra həyatında yeni mərhələ başlayır uşaqlar. Bax, bu abzasdan da bunları öyrəndi. Bax, ona görə belə dəqiq analiz edirəm ki, indi sualları işləyəndə görəcəksiniz ki, bizim çox xeyrimiz olacaq, çox köməyimizə çatacaq. Aha, sonra. Bircə dəqiqə. Aha, bircə dəqiqə sonra. Aha. Bundan sonra, deməli, bundan sonra həyatında yeni mərhələ başlayır. Bu batmanı qəbul edir. Nəsə bu tez çıxıb. Hə. Maraqlısı budur ki, Thomas orta məktəbdə cəmi 3 ay oxuyur. Aha. Orta məktəbdə cəmi 3 ay oxuyur. Bir gün anasına bir kağız verərək, bu kağızı müəllimim göndərdi və yalnız sənə verməyimi tapşırdı deyir. Anası kağıza baxır. Sonra göz yaşları içində uca səslə oxuyur. Oğlunuz bir dahidir. Aha. Bax, amma uşaqlar, burada görürük göz yaşları içərisində oxuyur. Aha. Demək, burada bir əmması var. İndi baxırıq. Məsələ nə olacaq görəcəksiniz. Həqiqətən çox təsirlidir. Anası kağıza baxır. Sonra göz yaşları içində uca səslə oxuyur.
Oğlunuz bir dahidir. Burada ona təhsil verə biləcək təcrübəli müəllimlərimiz yoxdur. Xahiş edirik, ona xüsusi təhsil verin. Xüsusi təhsil bilirsiniz də uşaqlar. Ümumiyyətlə təhsilin növləri var. Məsələn, siz keçdiyiniz orta məktəbdə də icbari. Məsələn, stasionar var. Allah qorusun kimsə xəstələnərsə, artıq məktəbə gedə bilmir. Ona gəlirlər evdə təhsil verirlər. Bir də evdə təhsil var ümumiyyətlə. Xüsusi təhsil var ki, ümumiyyətlə Allah qorusun bəzi bilirsiniz də xəstə uşaqlar var. Məsələn, müəyyən xəstəliklər olur. Onlar ümumiyyətlə gələ bilmir məktəbə. Məsələn, onlar da evdə təhsillərini davam etdirirlər. Yəni ki, təhsildən uzaq qalmasınlar. İndi bu da belə deyək, onun anasına məktub yazır ki, xahiş edirik ona xüsusi təhsil verin. Yəni o uşaqlar ki, cəmiyyətə çıxa bilmirlər və uşaqların içində psixi durumlar elə olur ki, özlərini apara bilmirlər. Ona görə onlara xüsusi təhsil verilir. Aha. Deməli, burada da nə bildik bu abzasda? Bildik ki, deməli, Thomas cəmi 3 ay oxuyur orta məktəbdə. Amma ondan sonra ona məktəbdən bir kağız verirlər, gətirirlər, o da anasına verir. Anası, yəni ondan qəhərlənir də, göz yaşları içərisində oxuyur. Deyir ki, oğlunuz məktəbdə təhsilini davam edə bilməyəcək, ona evdə təhsil verin. Yəni, xüsusi təhsil. Aha. Davam eləyirik. Bizə dəqiqə uşaqlar. Bunu çəkin aşağı. Aha. Aradan uzun illər keçir. Uzun illər. Edisonun anası vəfat edir. Dünyasını dəyişir. Bir gün köhnə əşyaların arasından bir kağız tapır. Hansı kağız idi uşaqlar? Məktub. Hansı ki o vaxtı Edison gətirib anasına vermişdi. Bax, həmin kağızı tapır. Həmin kağızda da yazılmışdı. Oğlunuz ağıl xəstəsidir. Artıq onun məktəbə gəlməsinə icazə vermirik. Bax, fikir verirsiniz uşaqlar. Yəni, həqiqətən belə olur uşaqlar. Hərdən olur ki, bir kəlmə belə insanın həyatını dəyişə bilir. Yəni, Allah qorusun, belə deyək, anası o vaxt belə bir oxusaydı bu məzmunu, gör uşağa nə qədər psixoloji təsir eləyərdi. Yəni, heç bəlkə də elə ixtirası ola bilməzdi. Allah qorusun, depressiyaya düşər, nələr olardı da. Amma anası da çox, məsələn, ağıllı insan olur, həqiqətən, şəfqətli, mərhəmətli insan olur ki, onun tərsini oxuyur oğluna ki, yəni, əslində sən çox istedadlısan, orada təhsili davam eləyə bilmirsən də, sənə evdə təhsil verməliyik. Amma əslində nə yazmışlar? Məktubda yazmışlar ki, oğlunuz ağıl xəstəsidir. Artıq onun məktəbə gəlməsinə icazə vermirik. Sözləri yazılmışdı. Edison saatlarla ağladıktan sonra kağızın sonuna yazır. Thomas Alva Edison qəhrəman bir ana tərəfindən 100 ilin dahisinə çevrilmiş ağılsız uşaq idi. Bax, burada da fikir verirsiniz uşaqlar. Dırnaq arasında verir. Yəni, bədii üslubda işlənir belə məqamlar. Əslində, əksi olur da, belə deyək, onun. İndi burada da Thomas Alva Edison qəhrəman bir ana tərəfindən 100 ilin dahisinə çevrilmiş ağılsız uşaq idi. Ümumiyyətlə, uşaqlar, yəni mən özüm də indiyə qədər oxuduğum, qulaq asdığım, məsələn, dahi insanların həyatlarında baxanda, orada çox vaxt analar önə çıxır uşaqlar. Yəni, anaların uşağa təsiri çox olur həqiqətən. Məsələn, böyük alimlər olub ki, onlar da öz tərcümə hallarında yazırlar ki, anamız bizi buna yönəltdi, yəni bizi buna təşviq elədi. Burada da həmçinin görürsünüz, anası bunu, yəni onun o dediyi söz buna əlavə bir stimul verir, motivasiya verir. O əslində həvəsdən düşmür də, yəni özünə deyir ki, həqiqətən mən çox istedadlıyam və ondan sonra anası evdə bunun təhsilinə özü məşğul olur. Və görün belə bir məşhur insan yetişdirir. Edison dövrünün alimlərindən zəhmətkeşliyi, məqsədyönlüyü ilə fərqlənirdi. Yəni, alimlərin içində də fərqlənirdi hətta. Yəni, zəhmətkeş idi, məqsədyönlü idi. Elektrik lampasının daxili xətti üçün material axtararkən 6000 materialı sınaqdan keçirmişdi. Fikir verirsiniz uşaqlar. 6000. Yəni, siz bu nə deməkdir? Yəni, bu elə belə rəqəm deyil, hərəsinin üzərində təcrübə aparıb uşaqlar. Yəni, elmi təcrübə, yəqin ki, YouTube-da qarşınıza belə videolar çıxar. Yəni, elə belə bir şey deyil, onu araşdırmaq, hər bir xüsusiyyətin, onu təcrübədən keçirmək həqiqətən böyük zəhmətkeşlik tələb edir. Əzm tələb edir insanlar. Ümumiyyətlə, uşaqlar, həyatda siz də çalışın, əzmkar olun. Yəni, bir şeydən tez ruhdan düşməyin də. Qarşınıza məqsəd qoydunuz, o sizə keçən dəfə demişdim, səhv eləmirəmsə.
Yəni görürsüz biz uşaq olanda gəzmək istəyirik, amma gəzə bilmirik də. Hə qalxırıq gəzmək istəyirik, yıxılırıq. Yıxılırıq, dururuq, yıxılırıq, dururuq, amma sonunda nə olur? Sonunda görürsüz gəzməyi öyrənirik. Yəni bu da bizim xeyrimizə olur. Yəni həmçində iş də elədir. Müəyyən bir işi görmək istəyirsən, alınmır, alınmır, amma sonunda Allahın izni ilə alınır. Aha. Deməli, deməli 6000 materialı sınaqdan keçirir. Lampanın kömür zəncirinin xarakterikasını tərtib edəndə isə 45 saat laboratoriyada fasiləsiz işləmişdi. Çiviz uşaqlar. 45 saat. Yəni 2 sutkaya yaxın, 2 günə yaxın, bir 45 saat ərzində fasiləsiz işləyir. Edisonun ən məşhur deyimlərindən biri belədir. Dahilik 1% ilham, 99% isə alın təridir. Yəni zəhmət. Yəni bu demək istəyir ki, əslində hamı dahi ola bilər də. Sadəcə çox insan zəhmətə qatlaşmır. Məsələn, tənbəl olur. Yəni burada da deyir ki, dahilik 1% ilham, 99% isə alın təridir. Aha, bax deməli buradan da nə öyrəndik bu abzasda? Əsas faktlarımız. Bildik ki, Edison dövrünün alimlərinin zəhmətkeşliyi ilə fərqlənirdi. Gör nə qədər zəhmətkeş olub ki, hətta deyərdi, qarşısına inadkar olub da, ruhdan düşməyib. Salam müəllim. 2000 materialı, aleyküm salam, sınaqdan keçirir. Həmçinin 45 saat elə olub ki, 45 saat fasiləsiz laboratoriyada bilirsiniz də orada təcrübələr aparır. Məktəbdə də var da, kimya laboratoriyası, fizika laboratoriyası, orada təcrübələr aparır. Və 45 saat işləyir və nəticədə nə olur? Yəni, gördüyü işin öhdəsindən gəlir və sonda da onun məşhur bir deyimi var ki, dahilik 1% ilham, 99% isə alın təridir, yəni zəhmətdir. Aha, bax bu abzasda da bilər, indi keçirik sonuncu. Dedik ki, sonuncu nə olur adətən? Nəticə uşaqlar. Yadınızda keçən və sizə demişdim. Yəni belə bir mətnimiz idi də. Məsələn, birinci nə idi? Birinci giriş. Ondan sonra əsas hissəmiz idi. Çox olurdu əsas hissəmiz. Amma son isə nəticə olurdu. Əsasən dedik ki, çox vaxt birinci abzas giriş olur, sonuncu abzas nəticə. Yerdə qalan bu ortada qalan hissə isə əsas hissə olur. Aha. Sonra davam edir. İndi bax uşaqlar, keçək, sonuncunu oxumadıq. 18-ci əsrin məşhur Amerika ixtiraçısı Nikola Tesla'nın onun haqqında belə bir deyimi vardır. Əgər Edison ot tayasında iynə itirsəydi, iynəni tapana qədər samanları tək-tək kənara qoyacaqdı. Yəni, görün nə qədər səbri olur uşaqlar. Yəni, bilirsiniz də saman, buğdanı, arpanı biçəndə, bilirsiniz də o sümbüllərin üstündə çöplər olur. Məsələn, kombaynlar biçəndən sonra samana çevrilir. O da çox xırda-xırda olur, çöplər olur da xırda-xırda. Minlərlə, bəlkə də milyonlarla. Hətta deyir ki, bir tayada da gör nə qədər o sayda olur da. Hətta bir iynəni onun içində itirsə, iynəni tapana qədər deyir, samanları tək-tək kənara qoyacaqdır. Yəni, görün bu qədər səbri olub, əzmi olub. Aha. Yaxşı, indi keçək birbaşa suallarımıza. Kontekstə görə altına xətt çəkilmiş sözün qarşılığı ola bilər. Kontekst yəni mətnə görə, mətnin məzmununa görə. Bu da elə buradadır uşaqlar, məşhur sözü. Burada sizin bir dənə yenə köməyinizə gələcək. Burada samitlərimiz nədir? Ş, H, R. Aha, bu söz sizə nəyə xatırladır? Bundan nə söz düzəltmək olar? Bu samitlərdən hansı? Şəhər. Bəli, şəhər sözü. Şəhər. Aha, düz uşaqlar. Bax, məşhur söz də şəhər sözündəndir. Ərəb sözüdür. Yəni, belə deyək də, əslində qədimdə şəhərdə yaşayan insanlar məşhur. Bu mənada işlənir. Şəhər sözünə yadda saxlayın, məşhur. Çünki bu çox vaxt testlərdə düşür. Məsələn, birinci H-nı qoyurlar, məşhur. Amma əslində necədir? Məşhur. Birinci Ş gəlir, sonra H-dır. Görsəz yadınızdan çıxır, elə şəhər sözündə baxın samitlərin düzülüşünə, Ş, H, R. Bax, belədir, bu formada. Aha. İndi bu hansına uyğun gələr məşhur söz bunlardan? Bunlardan hansına uyğun gələr? Müəllim, C variantı. Aha, bəli. Düzdür. Tanınmış, həmçində populyar. Yəni, bu iki söz sinonim, yaxın mənalı. Aha. Bunlar isə tamam başqadır. Populist, bir də şəxsiyyətli. Aha.
Deməli olur nə? 1-3. Bəli, düzdür. C variantı. Yaxşı, keçək 22-yə. Bircə dəqiqə, deməli uşaqlar, vaxt. Aha, hə, burada hələ vaxtımız var, hə. 22. Mətnin əsas və nəticə hissələri arasında əlaqə yarada bilən cümləni müəyyən edin. Bax, gəlin, əsas giriş hissə deyim. Ayo, əsas dedi. Mətnin əsas və, hə, əsas və nəticə deyilsə, uşaqlar, bax, bu hissəyə baxırıq. Baxın, əsas qutarı, ondan sonra gəlir nəticə. Həmin o məşhur onun sözü. Deyir ki, əgər saman tərsinə bir dənə iynə düşsəydi, onu axtarıb tapardı. Burada da deyirdi ki, dahilik 1%, ilhamdır, 99% isə zəhmət. İndi baxaq ki, orada nə sözlər var? Gələk sualımıza, deməli. Mətnin əsas və nəticə hissələri. Yəni, o hissəni göstərdim sizə, əsas və nəticə. İndi bunlardan baxaq görüm, oraya hansı uyğun gəlir? Müəllim, E variantı. Aha, ana kövrəldiyini olma bildirmək istəmirdi. Bu girişə aiddir, aydın məsələdir. Ana orada kövrəlmişdi. Edisonda məktəbə qarşı sevgi və məhəbbət yarada bilməmişdilər. Bu da girişdə idi. Tək əldən səs çıxmaz. Bu da nəticəsi aid deyil. Orada anası ona yardım eləmiş. Yaşayışımızı rahatlaşdıran onlarla əşyanın ixtirası Edison adı ilə bağlıdır. Bu da nəticə hissədə belə bir şey yox idi. Edison zəhmətkeşliyi və iradəsinin gücü, rəğbəti ilə qarşı. Bəli. Elə sonda nə idi? Elə həmin o alimlər ona rəğbətli sözlər demişlər də, ona rəğbət bildirən ki, o çox zəhmətkeş idi. Düzdür, tamamilə doğrudur, edir cavabımız. Sonra keçirik növbəti. 23-ə baxaq, deməli. Tünd qara hərflər vermiş söz hansı bənddə mətnləşindən fərqli mənada. Hə, bax uşaqlar, baxın. Mətndə işlənən mənası yox, ondan fərqli məna. İndi baxaq, tünd qara hərflərimiz. Hə, kağız sözü. Bir gün anasına bir kağız verərək. İndi orada kağız nə mənadadır? Məktəbdən kağız veriblər də, o mənada. İndi baxaq görək, indi o mətndəki bildinizdə hansı məsələ idi? Anasına məktub verirlər, daha doğrusu uşağa məktub verirlər ki, apar ver anana. Həmin kağız o kağız idi. İndi baxaq görək ondan fərqli mənada. Bax deyir ki, söz hansı bənddə mətndəkindən fərqli işlənib, onu tapmalıyıq. Yəni oradakı mənada olmasın. Müəllim, B variantı. Aha. Bax, uşaqlar, əslində sizə bir dənə qaydanı bilmirəm, deməmişdim bu qaydanı. Uşaqlar, əslində hərdən elə suallar olur ki, demək olar ki, hər dəfə siz məntiqlə diqqət eləsəz, görərsiniz ki, 2-3 sualı elə məntiqlə tapa bilərsiniz. Heç mətnə baxmasanız belə. Bax, indi burada baxaq görüm nə məntiq var. İndi mən sizə deyəcəm, siz də baxın. Uşaqlar, bax, baxaq. Deyir ki, kağızlar stolunda qalır. Nədən danışır? Yəni, fiziki bir kağızdan da, kağızlar. Sonra, kağız qədim Çində kəşf olundu. Yenə həmin kağızdan, kağızın kəşf olması. Kağızın hazırlamasına ağacdan. Yəni kağız həmin o nədən hazırlanır? Ağacdan. Qədim zamanda papirus və inək dərisi kağızı əvəz etmişdi. Amma indi baxaq, B variantında nə deyir? Ana cəhbədəki oğlundan gələn kağızı sevinclə oxumağa başladı. Aha. Bax, burada görürsünüz, hətta məzmunu da fərqlidir. Bəli, düzdür, tamamilə doğrudur. Sonra, davam edirik. İndi bunu sizdən soruşacağım. Biraz aktiv olun uşaqlar. İndi demişdim ki, hələ bir neçə mətni özüm daha çox izah eləyəcəm ki, siz baxın da hansı formada işləyirik. Yəni, sualları necə yanaşırıq, necə tapırıq. Onları tam öyrənəndən sonra yoxsa özünüz də inşallah çoxlu mətni işləyərsiniz. Bizə dəqiqə bura baxın. Görün, qoşulmaq istəyən olar birdən. Hə. 24. Mətndə ifadə olunan hansı fikir doğru deyil? Aha. İndi yanlışı tapmalıyıq. İxtirasının Avropa olmaması, bax, uşaqlar, diqqətli olun, ha. Bax, olmaması deyir. Ola bilər siz bura inkara fikir verməzsiniz, ixtirasının Avropalı olması. Hə, fikirləşərsə Avropalı, yəni çaşa bilərsiniz, belə deyək. Bax, dediyim kimi, cümlələr həmişə sona qədər oxuyun. Yəni, sizə demişdim də, bax, şərtə son dərəcə diqqətli olun. Burada nə ediyorsunuz? Doğru deyil deyil, fikir doğru deyil. Bax, buna baxırıq. Təsdiqdə inkarda olması, yəni bunlar son dərəcə diqqət edir. İxtirasının Avropalı olmaması, Edison dövrünün alimlərindən fərqlənməsi,
Edison istedadının ilk dəfə müəllimlər tərəfindən üzə çıxarılması, qarşısına işarə qoymuş cümlədə Tesla fikrinin tarixi. Bu işarə bax. Aha. İndi bizdə deyir ki, mətndə ifadə olunan hansı fikir doğru deyil, yanlışdır yəni. Müəllim A variantı. Aha, siz nə fikirlərsiniz uşaqlar? Mənim A. Aha, sonra digərləri. Aha. Bax, burada deyir ki, deməli, Edison istadan ilk dəfə müəllimləri heç nəinki istedadını üzə çıxartdılar, heç uşağa imkan vermədilər ki, məktəbdə oxusun. Anasına da məktub yazdılar ki, hətta yaxşı məktub deyil də. Anasından görə necə təsirlənir ki, yəni oğlunuz ağıl xəstəsidir, yəni bunu burada oxuya bilməz. Yəni nəinki üzə çıxartdı, heç ona dəstək vermədilər. Deməli, anası yardım eləmişdi ona. Deməli, bu avtomatik yanlışdır, bəli. Sonra qarşısında üçbucaq işarəsi qoymuş cümlədə Tesla'ya aid fikrin tarixi. 18-ci əsr məşhur Amerika ixtiraçısı Nikola Tesla onun haqqında belə bir fikrin tarixini demir burada. Bax, fikriniz yəni çaşdırır bizdə. Fikrin tarixini demir. Ümumiyyətlə deyir ki, 18-ci əsrin məşhur. Yəni o fikri nə vaxt deyib, dəqiq tarixi burada yazılmır. Aha. Bəli. Doğrudur. Sonra davam edirik. Deməli, 25-ə baxaq. Mətndə ifadə olunan əsas fikirdir. Hə. Əsas fikirdir, yəni mətnin ideyasıdır. Yəni mətndə bu əsas fikir bizə təlqin olunur. Bunu yazan müəllif bizə bu fikri çatdırmaq istəyir. Bax, hansı fikirdir o? Müəllim A variantı. Uğur, gərgin, zəhmət və iradə əsasında əldə edilir. Məktəbdə insan düzgün qiymətləndirə bilmir. Son söz qalib tərəfindir. Dostlar gündə tanınar, varını verən utanmaz. Bəli, bunlar heç uyğun gəlmir. Düzdür, orada əvvəldə yazırdı o az pulun konfet satırdı, pulundan təcrübəyə sərf edirdi. Yəni, amma mətnin məzmununda belə bir şey var, amma ideyası deyil, əsas fikir deyil. Bax, uşaqlar, sizi çaşdırmasın, ha. Bu daş fikirlərin çoxsu demək olar ki, mətndə olur. Sadəcə əsas fikir olmur da, köməkçi fikirlər olur. Bizə deyir ki, əsas fikri tapın. Əsas fikir də o nədir? Mətnin ümumi ideyası, yəni o mətnin ümumi nə çıxır, bax, odur. Dost daha gündə tanına. Burada heç dostdan söhbət ki, son söz qalib tərəfini. Bu da uyğunca məktəbdə insan düzgün qiymətləndirə bilmir. Bəli, belə fikir var idi. Onu düzgün qiymətləndirməmişdilər. Amma sadəcə olaraq, yəni bu mətnin belə deyək də, əsas ideyası o deyildi. Uğur, gərgin zəhmət və iradə əsas, bəli. Burada isə elə mətnin başlanğıcından gördük ki, belə bir şeydən söhbət gedir. Yəni, hətta davamlı, məsələn, bir təcrübənin üzərində neçə min dəfə çalışıb, nə qədər materialdan istifadə edib. Hətta onun haqqında həmçinin məşhurların dediyi sözlər ki, hətta iynə samanın içinə düşsəydi, bütün samanları yəni bir-bir seçərdi də iynəni tapmaq. Tam hamısı, bəli, onun məzmunu ilə uyğun gəlir. Bəli, əsas fikir hansı oldu? Bəli, A oldu ki, uğur, gərgin zəhmət və iradə əsasında əldə edilir. Aha, doğrudur. Sonra davam edirik. Mətndə üstündə rəqəm yazılmış hansı sözlər bir-birini əvəz edə bilər? Bunlara baxırıq, yaxın mənalı söz olmalıdır ki, bir-birini əvəz eləsin. İndi üzərində rəqəm yazılanlara baxaq. Bizə dəqiqə. Aha. Rəqəm yazılanlara baxaq. Orada görəm hansı bir-birinin əvəz eləyə biləcək. Bizə dəqiqə uşaqlar. Deməli. Baxırıq. Deməli, uşaqlar, tanınmış. Deməli, bizə də qələmi götürək. Bax, siz sözləri yadda saxlayın, ya bir qırağa qeyd edin. Bax, birinci söz, daha doğrusu, birinci ixtiraçı oldu. İxtiraçı. Sonra ikinci sözümüz tanınmış. Sonra üçüncü sözümüz kəşf. Kəşf, tanınmış, ixtiraçı, kəşf. Sonra dördüncü sözümüz dahi. Tanınmış, ixtiraçı, kəşf, dahi. Sonra deməli
Beşinci sözümüz. Beşinci sözümüzdə məşhur. Məşhur. Deməli, tanınmış, ixtiraçı, dahi, bir də məşhur. Aha, indi bu sözlər elə rahat əslində. Elə həmən baxan kimi tapasınız. İndi hansı bir-birini əvəz eləyə bilər? Beşi bayaq dedik. Məşhur sözü nə idi? Şəhər sözü demişdi. Tanınmış. Ay, sol, elə tanınmış, bəli. Demək olar bir-birini əvəz eləyə bilər. İxtiyarçı və məşhur sahibkar olmuş və ya tanınmış olmuş. Aha, düzdür. Bax, görürsünüz uşaqlar, hər 2-5. bəli, düzdür. 2-5. Hər dəfə mətnin sözlərə aid bax belə suallar. Ona görə demişdim sizə yadınızda ki, sözlərin mənalarını bilməlisiniz. Bəli, 2-5 əvəz elədi. Tanınmış, məşhur. Aha, sonra keçirik növbəti. Deməli, bircə dəqiqə bunu seçək, aşağı. Cədvələ əsasən uyğun, doğrudur, indi yanlışı verməyib, ehtimaldır. Belə olur uşaqlar, cədvəl hərdən o 3 xanalı olur, hətta 4 xanalı da ola bilər. Belə 2 xanalı da ola bilər. Doğrudur. Doğrudan doğru dedi. Bura üstəgəl qoyuruq. Burada da hansı üstəgəl olsa onu götürürük. Məsələn, hansı çıx olsa onu götürə bilmirik. Burada da ehtimal ya doğru olmamalıdır. Çünki doğru olsa ehtimal sayılmır da. Öyle doğru olur, mətndə olur. Ya da yanlış olmalıdır.